İtaliya, Ukrayna ilə pilotsuz uçuş aparatlarının birgə istehsalına maraq göstərir. Bu barədə İtaliyanın baş naziri Giorgia Meloni Romada Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşü zamanı bildirib. Onun sözlərinə görə tərəflər müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər. Ukraynanın bu sahədəki təcrübəsi nəzərə alınmaqla xüsusi diqqət birgə istehsalın, ilk növbədə pilotsuz sistemlərin inkişafına yönəldilib. Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə diplomatik səylər ümum-Avropa əhəmiyyəti daşıyır və İtaliya bu prosesdə fəal iştirak etmək niyyətindədir. Ukraynaya dəstək bizim mənəvi borcumuz və strateji zərurətimizdir, çünki Avropanın təhlükəsizliyi də risk altındadır. Bu 4 il ərzində Avropanın və İtaliyanın mövqeyi həmişə dəyişməz olaraq qalıb. Biz Kiyevin və onun xalqının yanındayıq. Zelenski isə öz növbəsində dəstəyə görə İtaliyaya təşəkkür edib və hava hücumuna müdafiə və pilotsuz texnologiyalar sahəsində layihələr də daxil olmaqla müdafiə əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib. Norveç Ukrayna silahlı qüvvələrinə dronların verilməsi üçün 500 milyon dollardan çox, Ukrayna logistikasını dəstəkləməsi üçün isə 150 milyon dollar ayıracaq. Niderland isə PUA-lar üçün 200 milyon avrodan çox vəsait ayırıb. Kiyevə silah tədarükü ilə bağlı daha 5 ölkə töhfə verməyə razılaşıb. Bu arada Almaniyada Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclası keçirilib. Toplantıda bildirilib ki, NATO Avropa İttifaqının kreditinə əlavə olaraq Ukraynaya 60 milyard dollar hərbi yardım verəcək. NATO'nun baş katibi Mark Rutte'nin sözlərinə görə maliyyələşdirmədə prioritet hava hücumuna müdafiə, dronlara və uzaq mənzilli döyüş sursatlarına veriləcək.